Mənim nömrəm döyürsünüz, mənim nömrəmi bilirsiniz. Bir dəfə danışmışıq yadımda döyürsünüz, Xəzərdə. Mən axırıncı dəfə də sizi Niyaməttin müəllimin ad günündə yığmışdınız. Səhv etmirəmsə, Yalalə xanımın verilişi idi. Orada gördüm və o qədər gözəl danışırdınız ki, düşündüm ki, xarici ölkədə yaşayın, Allah ailəvizi qorusun. Çünki mən inanmıram ki, siz... Tarix bəy, bir dəqiqə, Tarix müəllim. Buyurun, buyurun. Mən Qumral çıxış eləyir. Mən icazə verin, buyurun, onu buyurun. Dinləyim də, görüm o nə demək istəyir. Onda siz dinləyin, mən təzədən sizə zəng vurum. O siz deyir ki, Röya xanıma mən yazdım, mənə Röya xanım bloka qoydu, amma Röya xanım mənim uşağım... O mənə heç nə yazmayıb, o mənə heç nə yazmayıb. Qumral, eşitirsən? O mənə heç nə yazmayıb. O mənə heç... Yox, ola bilər nömrəsini dəyişib, bax, Rəngiz xanım deyir ki... Hansı nömrəmi yox? Yox, bir dəqiqə, Rəngiz xanım deyir ki, 15 gündür deyir, Niyaməttin müəllimə deyir, yazıram. Demə nömrəsini səhv yazıram. Ola bilər ki, xaricdə telefonunu dəyişib, çox jurnalistlər biliblər, Niyaməttin müəllimə görə Röya xanım narahat ediblər, ola bilər nömrəsini dəyişib. Niyə? Çünki insan şu adamı deyil, insanın... Mən sizdən... Buyurun, buyurun. Eşidirəm siz Röya xanım, buyurun. Mən sizdən çox xahiş edir, qalmaqallara sövq eləməsinlər. Mən bayaq onu dedim eşirdə, bəli. Mən sözümü deyəcəm. Olmaz, mən özümə də sığışdırmıram, atama da. Mən atama dünən dedim ki, əgər bu söhbətə gəlinsə, ata, oranı tərk elə. Yox, mən onu bugün özüm niyə dedim? Röya xanım, siz bilirsiniz mən Niyaməttin müəllimi nə qədər çox istəyirəm. Bunu bəlkə siz bilmirsiniz, amma o kişi özü bilir. Biz yol yoldaşda olmuşuq. Mən bugün efirin başından baxsınız, mən bilirəm, indi sizə kimlər zəng vurub deyib ki, efirə bax ki, mən onları da bilirəm. O insanlar mənim üzümə söz deyə bilmirlər, amma onlar öz səhvlərinin... Buyurun. Atamla dünən bu barədə gecə 2 saat danışmışıq. Mən onu bilirdim. O Qumralın çıxışına baxdım və mən dərhal atama dedim ki, mən icazə verməyəcəm. Atamın müəllif hüquqları məndədir və orada cütləşmiş dediyinə görə... Onu dəyişsə bəs Röya xanım, onu dəyişsə bəs? O icazə almayıb. O xanım ümumiyyətlə icazə almır. Müəllif hüquqları qorunur da, düzdür? Bəli, bəli, Röya xanım, düz deyirsiniz. Bu hüquqi müstəvidə biz öz işimizə profesional yanaşmışıq. Röya xanım, indi xanım sizi bilə, indi burada Musa müəllimin bir adı var da, indi. Bu da özünü yaxın bilib, düşünüb ki, indi, baxmayın, indi əti dırnaqdan ayırmaq olmaz. Buyurun. Bəli, icazə alınmalıdır, bəli. Mən oyuna razıyam. Mən bunu deyirəm. Mən sizdən bir söz soruşmaq istəyirəm. Sizi uzaqdan uzağa belə tanısam da, mən bilirəm ki, siz çox intellektual səviyyəli insansınız, qalmaqaldan uzaq insansınız. Baxın, sizin atavız haqqında elitistlər cəmlərin dediyi mənə o qədər pis tərs. Mən bu günləri efirimdə heç bu haqda danışmayacaqdım. Mən dedim ki, Niyaməttin müəllim xalqın elə sənətkardır ki, siz verilişin əvvəlinə baxın, Niyaməttin müəllimə görə bura onlarla, bax, indiyəcən zənglər gəlir. Niyaməttin müəllim toxunulmaz insandır. Yəni, onun şəxsiyyəti belə toxunulmazdır. Ona görə bəs niyə toxunub? Niyə o uşaq, bəs o uşaqla mənim atamı calaşdırırsınız? Niyə? Yox, biz başqa şey, mən Niyaməttin müəllimdən soruşdum ki, bir dəqiqə Qumral, mən dedim ki, xəbəriniz var ya yox, çünki siz xaricdəsiniz. Mən dedim, bəlkə... Siz məni qoşulun, çox xahiş edirəm. Qoşmuşam, efirdəsiniz siz hal-hazırda. Siz indi hal-hazırda efirdəsiniz. Biz efirdə danışırıq. Bəs məni niyə o cür o danışıqlarımın hamısını verirsiniz efirə? Ay tarix. Siz danışmamısınız, siz heç kimə pis söz demirsiniz ki burada. Siz əstağfurullah, heç kim burada aşağılamırsınız. Siz düz deyirsiniz, icazə alınmalıdır. Nə olsun ki, Qumraldır. Lap istəyir Musa müəllim də olsa, icazə almalıydı. Yığıb deməliydik ki, siz pis söz, heç bir pis söz demirsiniz burada. Siz düppədüz, qanuni, hamısını deyirsiniz, bəli. Mən sizdən xahiş edirəm. Bax, mən atamı o qədər biz hamımız çox istəyirik. Yaşlı adamdır. Mən onun əsəbləşməyini istəmirəm. O əsəbləşmir ki, Niyaməttin müəllim əsəbləşmir. Yox, yox. O deyir, mənim YouTube-da xəbərim yoxdur. Mən onu ona göstərəndə, məna nədir ki, göstərdim ya göstərmədim atama bunu. O cütləşmiş dediyinə görə və icazə alınmadığına görə biz hüquqi müstəvidə və öz işimizə peşəkar yanaşdığımızda rəğmən biz onu bağlarıq. İndi Röya xanım, bu insan səhv edib, bunu sildüz, əcəb elədiniz. Bu gedib sizin dediyiniz kimi oxusa, yenidən o siz dediyiniz kimi oxumamışdan qabaq sizə atsa ki, Röya xanım, mən bunu oxudum belə, indi ya da Niyaməttin müəllimin WhatsApp-da yoxdur da, indi bilmirəm, var ya yoxdur, çünki qarışmır. Siz icazə verərsiniz ki, o mahnını oxusun? Əvvəldən, əgər o gedib onu təzədən oxusun,
Bəli. Təzədən onu düzəltsin, Bəli. onu düzəldəndən sonra Bəli. cütləşmiş olmaz. Bəli, bəli. O həm şairin özünə təhqirdir, həm o mahnının çəkisinə Düppədüz, təhqirdir. düppədüz. Mahnının çəkisi salır Haklısınız. aşağı. O xanım orada qeyd eləyir ki, orada deyir YouTube'da hər kəs oxuyur, oğlanlı qızdır. Heç biri bağlanmır. O çox səhv deyir. Orada kim oxunursa nəzarət olunur Aha. və biz onların hamısını nəzarətə götürülmüşdük. Başa Bağlanan bağlanır, bağlanmayan bağlanmır. Hə, siz Mən ona- Qumral, Röya xanımın dediyi odur ki, mahnı əgər YouTube-a yerləşdirilmirsə, özləri bilər, Niyamətli müəllim mahnıları xalq mahnılarıdır. Oxuya amma televiziyalarda gəlib oxunacaqsa, bu YouTube-a qoyulacaqsa, mahnı səliqəli düz oxumalıdır. Yəni, Röya xanım da deyir ki, geçsin, aranjman eləmişsən çox gözəl. Gedib onu yenidən oxu, o mahnını, çünki mahnının sözünün... Bir də söz dəyişsin. Buyur, buyur. Mən demək istəyirəm ki, bilirsiniz necədir? Bu mahnı əgər bu cütləşmək söhbəti çox boş söhbətdir. Yo, sənə elə gəlir. Yo. Mahnıda bir söz də belə kontekstdən çıxırsa böyük bir... Yəni, vurmağa görə deyirəm. Vurmaq idisə məsələ, onu mənə elə yazır. Amma Qumral, gəl bir haqq danışaq da, bax, səninlə dostam, gördüm bugün bunu açdım. Özüm, bax, amma sən özüvü, ailə bilirsənsə, heç olmasa Niyamətli müəllimə yığıb deməliydin ki, mən oxuyuram bu mahnını. Ən azından. Ən azından. Mən yenə deyirəm, onu gördüm, hamı oxuyub, ona görə mən... Amma onlar da icazə alıb. Qumral, sən elə bilirsən, o dərviş qrupudur falan, elə kim istəyir ağzına götürüb oxuyur. Yox can, sən onsuz da aranjman eləmirsən mahnını. Mən sənin yerində olsam, bugün qaydanda gedərəm oxuyaram. Röya xanımı atarsan, o deyir o, çünki... Yox, elə danışdıqlardan sonra mən istəmirəm heç, yəni ki, çox sağ olsun. Yox, Qumral, amma haqqı haqqa verək, çünki... Bu Samusayev mahnısı yadınızda saxlayın. Bu günləri heç kim icazə almadan neyinimdən tutmuş Təbriz... Yox, Qumral, bax, sən bizim dostumuzsan, mən sənin tərəfindəyəm. Amma icazə, məcazi mənada da olsa yığmaq lazım idi. Sən Röya xanıma indi at mənə, hansı nömrəyə atmışsan. Mən Röya xanıma atım onu ki, o bilsin hansı nömrəyə yazmışsan. Röya xanım bizə yad adam deyildir. Bilirəm, o da deyir yad adam deyiləm. O demirsən onlara yadsan. Deyir ki, mənə yazmayıb deyir eşləm. Bax, sən deyirsən ki, Röya xanım səni bloka qoyub. Röya xanım deyir, mənə atsın görüm, hansı nömrəmə yazıb mənim. Bəli, bəli. Mən sizə atıram indi Röya xanım, yaxşı? Mən onlar son sözü... Buyurun Röya xanım, buyurun. Çox sağ ol, Qumral, danışacaq səni, bəli. Buyurun Röya xanım. Mən atamın bütün mahnılarına, müəllif hüquqlarına nəzarət etdiyim üçün atama da çox sağ ol deyirəm ki, onu mənə həvalə edib. Əslində düz eləyib, bax Kim sizə. mənim atamın mahnılarını, o bir dəfə sizin efirdə siz ona sual verdiniz atama, söylədiniz ki, sizin mahnılarınızı gələcəkdə kimə verəcəksiniz, kimlərə ərmağan edirsiniz? Ən azından qızlarına da təbii ki, yox, indi qanun çərçivəsində siz verəsə, bilirəm. Bəli. Ayşə, yox, onu demək istəmirəm. Ata dedi ki, xalqındır. Sözsüz ki, bu xalqındır. Xalqa can da qurban. Amma mənim atamın mənim sözümün canı budur ki, qın olsa da hörmət nöqteyi nəzərlə icazə o mənim atamın tamamilə razıyam. məhsuludur. Mən sizinlə tamamilə razıyam. Çox sağ olun ki, bizə qoşuldunuz. İnternetdə də baxa bilərsiniz verilişə. İnşallah da ki... Mən bir kəlmə axır sözüm. Buyurun Röya xanım, buyurun. Biz burada heç bir düşmənçilik yoxdur. Çox sağ olun. Sadəcə biz hüquqi baxımdan sözünü mahnının da icazə o birisi icazə alınmadan oxunan insanlara haqsızlıq deyilmi? Haksızlıqdır. Kim ki icazə almayıb oxuyursa, onlar bağlanır. Nə olur? Qumral xanımın onlardan nəyi artıqdır? Nə olsun ki, Musamın yaxınıdır? Biz burada qohumluq, ayın nə bilim nə. Bir də mən açığı deyirəm. Burada, TikTokda yazılır ki, Niyamətli Musavin nəvəsi. Yazdırılır ki, Niyaməttin əmisi. Yox, onlar onu yazmırlar. Onlar elə şey eləmirlər. Mən başa düşdüm, jurnalistəm və bu şəxsən mənim özümə qıcıq verir. Bəli. Bu qədər. Mən bunu deyim. Mənə qıcıq verir. Və mən də düşünürəm ki, bunlar bax, bugünkü gün mənim atamın orada oturub həyəcanlanması, mən bilirəm ki, o nə qədər. Vallahi həyəcanlanmır. Oturub burada heç mən həyəcan istəmirəm. Çünki bayaqdan o qədər gözəl, Röya xanım, bayaqdan o qədər gözəl zənglər var. Sənətkarımız haqqında o qədər gözəl söz deyirlər ki, bunlar xırdamırda bir şey deyə qurban olun. Mən durub veriliş, mən bu sənətkarı çağırıb da mahnı müzakirəsi edəcək qədər həddə malik deyiləm. Çünki mənim Niyamətli
müəllimə böyük hörmətim var, sizin ürəyinizi bilirəm. İnşallah oxuyar. Mən əminəm ki, siz onun qəlbini qırmazsınız və o mahnı süzdüzür, sözlər də deyişlər. Mən sizə bir dənə də söz deyim. Bir neçə il bundan öncə, bir 3 il öncə dinləyirsiniz məni? Bəli, buyurun. Kölgəm qədəri ifa eləmişdi Qumral. Mən onu da bağlatdırdım. Çünki icazə almamışdı. O bilə-bilə ki, kölgəm qədər bağlanıb ikinci dəfə niyə müraciət edir? Niyə icazə almır? Mən sual verirəm. Niyə? Deməli, qərəzli burada qarşı tərəf. Çox sağ olun Röya xanım, zəngimizə görə. İcazə al. Mən səndən nə qərəzim var? Düz deyir. Adamı saymaq lazımdır. Bəli, düz deyirsiniz. Ərk eləmək söz deyil. Ərk eləmək bu söz deyil. Saymaq lazımdır. Çox sağ olun. Onun beyninin məhsuludur, onun o mülkü... Əqli mülkiyyətidir, bəli. Bəli. Mən o işlərin də hamısından mən yaxından, uzaqdan maraqlanıram, xaricdə olmağıma baxmayaraq. Düz eləyirsiniz. Məsafələrin o məsələlərə heç bir aidiyyatı yox. Çox sağ olun, minnətdaram. Telefon xəttində Niyamətdin müəllimin qızı Röya xanım idi və bildirdi ki, bizim heç kimlə heç bir problemimiz yoxdur, heç bir qəsdi qərəzliyimiz yoxdur, icazə olunmalıdır, istər Qumral tərəfdən, hətta dedi, qohumlarımız da oxusa, çünki mən bilirəm ki, Niyamətli müəllimin repertuarına hətta Körün xanım Kərimova da oxuyub və efirlərdə icazə alıb bundan, deyib ki, sənətkardan Cabbar müəllim baxmayaraq ki, yazıb Niyamətli müəllim üçün, amma onundur da mahnı və mən düşünürəm ki, bu məsələ həll olunar.